Salam, hörmətli izləyicilər. Bugün sizə 15 mart 2026-cı il tarixində keçirilmiş Respublika fənn müsabiqəsinin fizika suallarının izahını verəcəm. Şəkildəki tərəzilərlə bağlı hansı fikirlər doğrudur? Birinci tərəzi ilə kütləni daha dəqiq ölçmək olar. Ölçməni dəqiqləşdirmək üçün tərəzinin bir bölgüsünü tapmaq lazımdır. Bir bölgünü də tapmaq üçün iki qonşunu götürürük. 1 ilə 2-ni götürürük. Birinci tərəzidir. 2-dən 1-i çıxırıq, qalır 1 kiloqram. Birinci tərəzi kiloqramlandır, ikinci tərəzi qramlandır. Ona görə 1 kiloqramı çeviririk qrama. 1000 qram. Bölürük aradakı bölgülərin sayına. Bəzi yerlərdə 5 bölgüdür, bəzi yerlərdə 6 bölgüdür. Hər ikisində 6 bölgü götürək. 1000 qramı bölürük 6 yerə. Bu da bizə verir 500 bölünsün 3-ə. İkinci tərəzidə tapaq bir bölgünü. 100 qramla 200 qramı götürək. 200 qram çıxılsın 100 qram. Bərabərdir 100 qram. Bir bölgünün qiymətini tapmaq üçün biz 100 qramı böləcəyik 6 bölgüyə. Bu da bizə verəcək 50 bölünsün 3-ə. Gördüyümüz kimi tərəzinin bölgüsünün qiyməti nə qədər kiçik olarsa, onun ölçməsi bir o qədər daha dəqiq olar. Yəni ikinci tərəzi ilə daha dəqiq ölçmə aparmaq olar. Birinci tərəzinin ölçmə həddi 10 kiloqramdır. İkinci tərəzinin ölçmə həddi isə 1000 qramdır. Yəni 1 kiloqramdır. Ona görə birinci tərəzi ilə daha böyük kütləni ölçə bilərik. Cavab C variantı. Hansı vahid çevrilməsi yanlışdır? Burada C variantındakı vahid çevrilməsi yanlışdır. Çünki 300 litri metr kubuna çevirmək üçün biz 300-ü bölməliyik 1000-ə. 0,3 metr kubu edəcək. Cavab C variantıdır. Verilmiş zaman müddətlərini müqayisə edin. Burada zaman müddətləri hamısı müxtəlif vahidlərlə verilib. Ona görə hamısını bir vahidə gətirək. Birincisi 100 saatdır. Bir həftəni də çevirək 100 saata. Bir həftəmiz 7 gündür. Bir günümüz də 24 saatdır. 7-ni vuraq 24-ə. Bu bizə verəcək 168 saat. 100 min saniyəni də saata çevirmək üçün 3600-ə bölək. 100 min bölək 3600. Sıfırları ixtisar edək. 100 ilə də 36-nı 4-ə ixtisar aparaq 9. Burada da qalacaq 25. 25-in də içində 9, 2 tam 9-da 7 saat. Deməli, gördüyümüz ən böyük saat T2-dir. Sonra T1-dir. Sonra T3-dür. Cavab A variantı. Menzurkanın göstərişinə əsasən kütləsi 90 qram olan daşın sıxlığını hesablayın. Menzurkanın göstərişi əvvəl 150-dir. Daha sonra isə görək neçə olub. Bunun üçün yenə də menzurkanın bir bölgüsünü tapmaq lazımdır. 100-dən 50-ni çıxaq. 50. Aradakı bölgülərin sayı 10 dənədir. 50-ni bölürük 10 yerə. Bizə verir 5. Bir bölgümüz 5-dir. İndi görək bu neçə bölgü qalxıb. 1, 2, 3, 4, 5, 6 bölgü. 6 vuraq 5, 30. Deməli 30 milli 150 idi. İndi olub 180. 30 milli qalxmışdır. 1 milli də elə 1 santimetrin kubudur. Ona görə yazırıq 30 santimetrin kubu. Daşın bu həcmidir. V-si 30 santimetr kubudur. Kütləsi də 90 qramdır. Biz sıxlığı tapmaq üçün rho bərabərdir. M bölünsün V. 90-ı böləcəyik 30-a. Alacağıq 3. Qram bölünsün santimetrin kubu. Cavab olacaq A variantı. A nöqtəsindən hərəkətə başlayan avtomobil şəkildə təsvir edilmiş trayektoriya ilə hərəkət edərək B nöqtəsinə çatır. Trayektoriyamız belədir. Avtomobilin yerdəyişməsi 10 km olarsa, avtomobilin getdiyi yolun uzunluğunu hesablayın. Yerdəyişmə baxın buradır.
Yəni 2 bölgüdür. 1 bölgü, 2 bölgü. Bunu bizə verib 10 kilometr. Deməli bizim bir bölgümüz nə qədərdir? Yəni bir xəttimiz 5 kilometrə bərabərdir. İndi gəlin görək neçə bölgü gedib. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 bölgü gedib. Onu vururuq 5-ə, bərabərdir 50 kilometr. Cavab D variantı. Sürücü aralarındakı məsafə 200 kilometr olan A şəhərindən B şəhərinə getmək üçün 3 saat zaman sərf edib. A-dan B-yə getmək üçün 3 saat sərf edib. Deməli 200 kilometr yol gedib, gedəndə və 3 saat zaman sərf edib. Qaydanda isə yenə də 200 kilometr qayıdıb. Amma bu zaman 15 dəqiqə artıq zaman sərf edib. 15 dəqiqəni çevirək saata. Bu bizə verir 4də 1 saat. Deməli, qaydanda sərf etdiyi zaman olub 3 tam 4də 1. Ümumi yolumuz olacaq. El ümumi 200 kilometr, üstə gələk 200 kilometr, 400 kilometr. Ümumi zamanımız olacaq 3 üstə gəlirsin 3 tam 4də 1. Bu da bizə verəcək 6 tam 4də 1. Düzgün olmayan kəsirə çevirək 4də 25. Orta sürəti tapmaq üçün ümumi yolu böləcəyik ümumi zamanı. Yəni 400-ü böləcəyik 25 bölünsün 4-ə. 400 vurulsun. 5-i ixtisar apararıq. Burada qalar 5. Burada qalar 80. 80 özü də 5-ə bölünür. 1. Burada da eləyəcək 16. 64 kilometr bölünsün saat. Cavab D variantı. Eyni istiqamətdə hərəkət edən iki avtomobilin getdikləri yolların zamandan asılı qrafikləri verilmişdir. Hansı tez zaman anında avtomobillər arasındakı məsafə 150 kilometr olar? Avtomobillər eyni nöqtədən başladıqlarını qəbul edin. Deyək ki, hər ikisi x0-dan hərəkətə başlayıb və eyni istiqamətdə hərəkət edirlər. Bu birinci avtomobildir. Yəqin ki, burada silinir. Buna yazaq birinci avtomobil, buna yazaq ikinci avtomobil. Birinci avtomobilin sürətini tapaq. V1 bərabərdir 100 bölünsün 2 bərabərdir 50-yə. İkinci avtomobilin sürətini tapaq. 160 bölünsün 2 bərabərdir 80-ə. Hər ikisi eyni istiqamətdə hərəkət edirlər. Birinci avtomobildə, ikinci avtomobildə eyni istiqamətdə hərəkət edirlər. Biz burada eyni istiqamətdə hərəkət etdikləri üçün nisbi sürəti tapacağıq. 80-dən V2-dən V1-i çıxaq. Bizə verəcək 30 kilometr bölünsün saat. Zamanı da tapmaq üçün, t-ni tapmaq üçün onlar arasındakı məsafəni bölməliyik nisbi sürətə. Yəni 30-a. Bu da bizə verəcək 5 saat. İki avtomobildən biri A nöqtəsindən 70 km/saat sürətlə B nöqtəsinə doğru, digəri isə B nöqtəsindən A nöqtəsinə doğru eyni anda hərəkətə başladı. Avtomobillər 2 saat sonra qarşılaşırlarsa, ikinci avtomobilin sürətini hesablayın. Deməli, onlar arasındakı məsafə nə qədər verilib? 300 kilometr verilib. Deməli, görüş anını tapmaq üçün biz onlar arasındakı məsafəni bölməliyik nisbi sürətə. 2 saata görüşüblər. Aralarındakı məsafə 300 kilometrdir. Nisbi sürəti tapmaq üçün isə əks istiqamətdə olduqlarına görə V nisbi bərabərdir. V1 üstə gəlsin V2 olacaq. 70 üstə gəlsin V2. Buradan ixtisar eləyirik 150. 70 üstə gəlsin V2 bərabərdir 150-yə. V2 bərabərdir 80-ə. Cavab B variantı.
54 km/saat sürətlə işıqfora yaxınlaşan avtomobil qırmızı işıq yandıqda sürətini azaltmağa başlayır. Yavaşlama təcili nə qədər olmalıdır ki, sürücü əyləcə basdıqdan 6 saniyə sonra dayansın. Başlanğıc sürəti 54 km/saatdır. Metr bölünsün saniyəyə çevirəndə 3.6-ya bölürük. Bizə verəcək 15 metr bölünsün saniyə. 6 saniyə sonra avtomobil dayanacaq, yəni onun son sürəti 0-a bərabər olacaq. Təcili tapmaq üçün A bərabərdir. V çıxılsın V0 bölünsün T. 0 çıxılsın 15 bölünsün 6 bərabərdir. -2,5 metr bölünsün saniyənin kvadratı. İndi burada modulu götürülüb, cavab olacaq C variantı. A nöqtəsindən hərəkətə başlayan cisim B nöqtəsinə T müddətinə çatır. Cismin yer dəyişməyə görə orta sürəti. A-dan B-yə gələn cismin yer dəyişməsi buradır, yəni diametr. Bu da 2 radiusa bərabərdir. O zaman yazırıq ki, V orta bərabərdir. 2 bölünsün T-yə. Cavab olacaq C. Yer səthindən 350 km hündürlükdə dairəvi trayektoriyada hərəkət edən süni peykin dövr etmə periodu verilib. Bizdən sürətini istəyir. Yerin radiusu isə 6400 km-dir. Deməli, yerin öz radiusu 6400 km-dir. Bunun yer səthindən olan məsafəsi isə 350 km-dir. Onda ümumilikdə, baxın bu məsafə olacaq nə qədər? 6400 üstə gəlsin 350. 6750. Yəni bu orbitin radiusu olacaq nə qədər? 6750 kilometr. İndi bizdən istəyir, periodu verib bizə 1.5 saat. Çevirmirik, çünki cavab kilometr saatlandır. Sürəti istəyir. Sürətin düsturu 2πr bölünsün T'dir. 2 vurulsun 3 vurulsun 6750. T'də 1.5'dir. Bu ixtisar gedər. 6750 vuraq 4'ə. 2 yadda 7 4'ün 28, o da 2 yadda 3. 6 4'ün 27.000. Cavab A variantı. İpli rəqqas A və B nöqtələri olmaqla o tarazlıq vəziyyəti ətrafında 3 saniyə periyodla rəqs edir. Hərəkət A vəziyyətindən başlayırsa 10 saniyə sonra cisim harda olar? Buradan hərəkətə başlayıb. Deməli 10 saniyədə görək neçə dövr edib. Periyodu 3 saniyədir. Dövrlərin sayını tapırıq. T bölünsün T. 10 bölünsün 3 bərabərdir 3/3'də 1. Deməli 3 tam dövr edib, bir də 3/1 dövr edib. 3 tam dövr edibsə, o 3 tam dövrdə gəlib yenə A nöqtəsinə. İndi qalır bu 3/1'i tapmaq. 3/1'də harda olub? Deməli, biz periyodu necə bölürdük? Deyirdik, O'dan A'ya gəlmək üçün 4/1, O'dan B'yə getmək üçün 2/1, B'dən O'ya 4/3, O'dan A'ya yenə də 4/4 tam periyod olurdu. Baxın, A'dan O'ya gəlmək üçün 4/1 zaman keçməlidir. Bizdə nə qədər zaman qalıb? 3/1. Gəlin bunların ikisini də məxrəcin 12'yə gətirək. Bizim üçün daha rahat olsun. Bu olacaq 12/3. Bu olacaq 12/4. Deməli, baxın. Bu hələ zamanın 12'dən 3 hissəsində gəlib O nöqtəsinə çatır. Deməli, 12/4'də harda olacaq? O ilə B'nin arasına artıq o hissədə hərəkət etmiş olacaq. 13'də təkərinin diametri 50 cm-dir. Deməli, radiusumuz 25 cm-dir. 0,25 metrdir. 15 dəqiqədə 15 dəqiqəni də çeviririk saniyə. 15 vurulsun 60 bərabərdir 900 saniyə. 27 kilometr məsafə qət edib. 27 kilometri də çevirək metrə. 27.000 metr. Deyir ki, təkərin dövr etmə tezliyini tapın. Biz onun sürətini tapaq ilk öncə. Eli bölək T'yə.
27.000'i bölək 900'ə. Bu da bizə verəcək 30'u. Sonra V'nin belə bir düsturu var da. 2pi r nu. Buradan taparıq nu'nu. Nu bərabərdir. V bölünsün 2pi r. Deməli V'nin içi tapdıq 30. 2 vurulsun 3. R'dəki 0'dan %25'i 4'də 1 də yaza bilərik. Vurulsun 4'də 1. 4 də qalxacaq yuxarı. 120'ni 6'ya böləcəyik, eləyəcək 20. B variantı. Yaylı rəqqasın tezliyi 2'dir. Amplitudu 20 santimetrdir. 0,2 metrdir. Yaydan asılmış yük bir kənar vəziyyətindən hərəkətə başlayır. 10 saniyə müddətində yükün getdiyi yolu hesablayın. Biz bunun periodunu tapaq. T bərabərdir. 1 bölünsün nu. 1 bölünsün 2. 0,5. Bizə deyir 10 saniyə müddətində. 10 saniyədə görə neçə rəqs edib bu? 10 bölünsün 0,5. 20 rəqs edib. Getdiyi yolu istəyir. Düsturu nədir? 4A vurulsun N'dir. Yazacağıq 4. A'mız 0,2'dir. N'imiz də 20'dir. Bu da bizə verəcək 16 metr. Cavab D variantı. 15. Bir qap su ilə tam doldurulub tərəzidə ölçüsükdə 100 qram, sıxlığı 1,5 qram bölünsün santimetr kub olan başqa bir maye ilə tam doldurulduqda isə 120 qram olur. Boş qabın kütləsini hesablayın. Deməli bir dəfə qabın üstünə su gəlmişik. Bu bizə olub 100 qram. Qabın kütləsi üstə gələk. M'in də düsturu nədir uşaqlar? Rho vurulsun V'dir. Suyun sıxlığı 1 vurulsun həcmi. Bu 100 qramdır. Bir dəfə də digər maye tökmüşük. Qab üstə gəlinsin. Digər mayenin sıxlığı 1,5 V. Bu da bizə verib 120 qram. Bu iki ifadəni tərəf-tərəfə çıxarıq. M qablar gedər. 1,5 V'dən V çıxanda qalır 0,5 V bərabərdir 20. Buradan da V'ni tapacağıq ki 20 bölünsün 0,5 bərabərdir 40'a. 40 santimetr kubuna. İndi bizdən boş qabın kütləsini istəyir. İfadələrin birində qoyarıq yerinə taparıq. Burada qoyaq yerinə. M qab üstə gəlinsin. 1 vurulsun 40 bərabərdir 100'ə. Buradan alırıq ki M qab bərabərdir 60'a. Cavab D variantı. 16-cı sual. 3/1 hissəsi və yarısı su ilə doldurulmuş silindrik formalı eyni cür qablar verilib. Bizdə deyir ki, qab su ilə tam doldurularsa tərəzinin göstərişi nə qədər olar? Deməli, birinci tərəzidə, yenə də bundan əvvəlki məsələ kimi qab, üstə gəlinsin içərisindəki su. Buradakı qab silindr formasındadır. Silindrin həcm düsturu da S vurulsun H-dır. İndi biz burada suyun həcmini tapanda, birinci qabdakı suyun həcmini tapanda yazacağıq V bərabərdir S vurulsun H bölək 3. İkinci qabdakı suyun həcmini tapanda yazacağıq V bərabərdir S vurulsun H bölək 2. Hər ikisində də eyni qabda oturacaqların sahələri eynidir. Kütlənin də düsturu Rho vurulsun V'dir. O da bərabər olacaq. Rho vurulsun V'nin yerinə S vurulsun H şeklində yazacağıq. İndi birinci qabda suyun yerinə yazıram. Rho vurulsun S vurulsun H bölək 3. Bunu bizə verib 120 qram. İkincidə M qab üstə gəlinsin. Rho vurulsun S H bölək 2 bərabərdir 140 qram. Tərəf-tərəfə çıxırıq. M qablar gedir. Olur Rho S H bölək 2 çıxılsın Rho S H bölək 3. Bu da bizə verir 140'dan 120'ni çıxırıq 20. H 2'də 1'dən 3'də 1 çıxanda 6'da 1 olur. Rho S
6'da 1H bərabərdir 20. Buradan alırıq ki, rho SH bərabərdir 120. Yəni biz bu qabı tamamilə su ilə doldursaq, içərisindəki suyun kütləsi olacaq 120 qram. Amma burada qabda var axı. Gəlin görək qab nə qədərdir. Tənliklərin hər hansı birində qoyuruq yerinə, fərqi yoxdur. Məsələn, birinci tənlikdə qoyaq yerinə. Qab üstə gəlinsin. Rho SH 120-dir. Baxın, rho SH 120-dir. 120-ni də 3-ə böləndə 40 eləyir. Buradan alırıq ki, M qab bərabərdir 80 qram. Deməli, 120 qram su oldu. Üstə də 80 qram da qabdır. Onda su ilə tamamilə doldurularsa, tərəzinin göstərişi olacaq 200 qram. Yəni D variantı. 17. Hansı halda cismə təsir edən əvəzləyici qüvvənin qiyməti ən kiçikdir? Deməli, 7 sağa, 9 sola. Əvəzləyicisi eləyir 2. 7 sağa, 6 sola. Əvəzləyicisi eləyir 1. 9 sağa, 2 sola. Əvəzləyicisi eləyir 7. Sonra 7 sağa, 3 də sola. Əvəzləyicisi eləyir 4. Bizə nə deyir? Ən kiçik B variantı. Delfinin çıxardığı səs 0,4 saniyəyə geri qayıdırsa, balıqlar ondan hansı məsafədədir? L bərabərdir VT bölünsün 2. Niyə 2-yə bölürük? Çünki bu səs lokasiyasıdır. Səs bir gedir, bir də geri qayıdır. 1500 vuraq 0,4 bölə 2. Cavab 300 metr. Bu 19-cu tapşırıqda cisimlərin temperaturları arasında münasibət soruşulur. Fikir verirsinizsə, B həm C-yə, həm də A-ya temperaturu verir. A da C-yə temperaturu verir. Hamısı C-yə verir. Ən kiçik C-dir, ən böyük də B-dir. Deməli, B böyük olacaq A-dan, o da böyük olacaq C-dən. 20. Cismin elektrik yükü -3-dir. Nə deməkdir? Yəni, bu 3 elektron qəbul edib deməkdir. Neytral A cisminin 5 elektronu neytral B cisminə keçir. A elektron itirdiyinə görə müsbət yüklənəcək, B də mənfi yüklənəcək. Cavab B variantı. Pambıq parça sürtünmə nəticəsində müsbət yüklənmişdirsə, bu zaman yüklər necə hərəkət etmişdir? O öz elektronunu itirib ki, müsbət yüklənib. Aşağıdakı yük sisteminin tarazlığına əsasən 1 və 2 cisimlərinin yüklərinin işarəsini təyin edin. 1 görürsünüz mənfi tərəfindən cəzb olunub, deməli 1 müsbətdir. 2 isə bu yük tərəfindən itələnib, deməli bu da mənfidir. Cavab D variantı. Nüvəsində 12 proton olan neytral atom 2 elektron itirirsə, müsbət 2-yə qədər yüklənir. Elektrik yükü -3E olan atomun nüvəsi 29 zərrəcikdən ibarətdir. Nüvə nədən ibarətdir? Proton üstə gələn neytron. İndi elektronu isə yükü -3E olduğuna görə elektron protondan 3 dənə artıq olmalıdır. Bax, elə B variantına baxın. 16 protonu varsa 19 elektronu olmalıdır. Bu uyğundur. 16 proton, 13 neytron. İkisini də bir yerdə cəmi neçə eləyir? Elə 29 eləyir. Demək ki, cavab elə B variantı olacaq.